İnkar cümlələrində, təsdiq cümlələrində da da həmçinin demək ingiliscəsində fərqli olur. Məsələn, mən onu xoşlamıram, o da məni xoşlamır. Burada o da deyirik. Mən onu xoşlayıram, o da məni xoşlayır. Əcəbcəsində eynidir, amma ingiliscəsində fərqlidir. Təsdiq cümlələrdə also, to və as well işlənir və bunların işləmə yerləri fərqlidir. Also adətən birbaşa feildən əvvəl olur. Məsələn, I also like her. Bu bir feildən əvvəl, amma to be-nin formasından sonra, to be-nin özü yox ha, to be-nin formasından sonra işlənir. Məsələn, I am also like her. Mən də onun kimiyəm. Yəni burada like kimi mənasındadır, xoşlama yox, çünki am var. To be like, bənzər olmaq. To cümlənin axırında olur. Məsələn, I like her, virgül, to. As well də onun kimi, I like her, virgül, as well. Okay? Daha akademik versiyalarda fərqli formalar da var, işlənməsində, virgül falan. Bunlar sizə lazım deyil. İnkar cümlələrində isə belə bir ifadə either və neither olur. Prosto ən çox either işlənir, sadəcə also'nu, to'nu əvəz eləmək üçün. Məsələn, I don't like her, she doesn't like me, virgül, either. Either ya da either də oxuna bilər, either də oxuna bilər. Bir də var, biraz mürəkkəb formaları. Bu zaman cümlənin əvvəlində so olur və ya neither olur. Ekrana yazıram. Nümunə cümlələri sizə göndərəcəm imtahanımıza və ekranda verəcəm. Məsələn, burada 2 nəfər olur, cümləni tam yazırsan. Məsələn, I don't like her. Aşağıda o bir şəxs deyir ki, neither do I. Yəni, neither qoyuruq, sonra köməkçi feil, do, does, did, have, has və ya modal feillərdən biri, sonra şəxsi qoyuruq. Bunu da necə təyin edirik? Baxırsan ki, o cümlənin sualı nə ilə verilə bilər? Məsəl üçün, I am not like you, mən sən kimi deyiləm. Bu isə cavab verir ki, neither am I. Görürsünüz, burada I am var, sualı əmizarla cavab düzdür, inkar əmizarla cavab deməli, neither'dan sonra əmizar gəlməlidir. Yaxşı, məsəl üçün, I haven't seen her, mən onu görməmişəm. Burada have-dir, düzdür, köməkçi feil. O birisi deyəcək, neither have I. Təsdiq cümlələrində isə so ilə verilir. Məsəl üçün, I like her, so do I. Yaxşı, so does he və s. Təsdiq və inkar cümlələrində belə məna fərqləri olur. Bugünün bu qədər. Ümid edirəm nə söylədiniz. This film was about love, but not love which you think. It's about love people to ring. And the name of the movie is Lord of Rings. I watched this movie about 15-20 years ago at home. I like it for different reasons, such as movies and actors' game, subject line, and all this reason enough for me